Salam, feilin zamanları. Baxaq feilin zamanlarına. Deməli, feilin özünə məxsus xüsusiyyətlərindən biri də zamana görə dəyişməsidir. Bəli, hər bir nitq hissəsinin özünə məxsus xüsusiyyətləri var. Məsələn, götürürük ismi. İsim nə ola bilər? Ümumi ola bilər, xüsusi ola bilər, mücərrəd ola bilər, konkret ola bilər. Sonra mənsubiyyətə görə dəyişə bilir və hər bir nitq hissəsinin özünə məxsus xüsusiyyəti var. Feilin də özünə məxsus xüsusiyyəti zamanına görə dəyişməsidir. Zaman şəkilçiləri feilin ancaq xəbər şəklində yəni feilin xəbər şəkli qəbul edir. Hər hansı hərəkətin müəyyən zaman daxilində baş verir. Hər hansı hərəkət müəyyən zaman daxilində baş verir. Buna görə də feilin 3 zamanı var. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Hər bir zamanın qısa qeydini verəcəm. Keçmiş zaman. Baxaq, keçmiş zaman nədir? Hərəkətin keçmişdə, yəni söhbət gedən ana qədər icra olunub, olunmadığını bildirir. Keçmiş zaman 2 cür olur. Baxın, olunub, olunmadığı nə deməkdir? Yəni, təsdiqdə ola bilər, inkar da ola bilər. Ona görə deyir ki, olunub, olunmadığına görə deməli, 2 cür olur. Nəqli keçmiş zaman, şühudi keçmiş zaman. Şühudi keçmiş zaman hərəkətin icrasına şahidlik yolu ilə bildirir. Şühudi keçmiş feillərin kökünə və başlanğıc formasına d üzəri 4 cür şəkilçi artırmaqla düzəlir. Məsələn, aldım, gördü, baxdıq, yediniz və s. Uşaqlar, bir dənə fikir verməli məqamınız odur ki, baxın, bu şəkilçilər diqqət eləyin. Nə dedim? Dedim, şühudi keçmiş zaman, ümumiyyətlə feilin zaman şəkilçilərini indi izah eləyəndə yenə də demiş olacağam. Feilin kökünə və başlanğıc formasına d şəkilçisi artırmaqla düzəlir. Bax, bu feilin təsriflənməyən formaları ilə bəzi şəkilçilər anonim şəkilçidir ki, yəni o da artırılacaq. Bəs onu biz necə ayıracağıq? O hissədə izah eləyəcəm. Amma bu hal-hazırda diqqət elədiyiniz məqam odur ki, mən deyirəm şühudi keçmiş feilin kökünə və başlanğıc formasına d üzəri 4 cür şəkilçisi artırmaqla düzəlir. Aldım, gördü, baxdıq, yediniz və s. Nəqli keçmiş əvvəl icra olunmuş hərəkətin nəql etmə yolu ilə bildirir. Nəqli keçmiş feillərin kökünə və başlanğıc formasına mış üzəri 4 cür yazılan şəkilçi, ıb üzəri 4 cür yazılan şəkilçi artırılmaqla düzəlir. Yazmışam, yazmışdır, yazıbsan, yazıb və s. İkinci şəxsin, bunu başqa rənglə eləyim, ikinci şəxsin təkində və cəmində mış üzəri 4 cür şəkilçinin sonuncu samiti tələffüzündə düşə bilər. Tələffüzündə. Nə zaman düşə bilir? İkinci şəxsin təkində və cəmində mış üzəri 4 cür yazılan şəkilçi sonuncu samitini tələffüzdə itirir. Məsələn, yazmışsan, yazmısan. Yazmışsınız, yazmısınız. Şəxsin tək və cəmin nəqli keçmiş zamanda ıb işlənə bilmir. Baxın, şəxsin, yəni ki, ikinci şəxsin təkində, daha doğrusu birinci şəxsin təkində, bunu silim qoy, rahat görsənsin. Aha. Birinci şəxsin, baxın, birinci şəxsin tək və cəmində nəqli keçmiş zamanda ıb işlənə bilmir. İndi nümunə ilə izah eləyək. Mən işlənə bilmir. Ona görə deyirdi, birinci şəxsin təkində ıb işlənə bilmir. Gəlib deyə bilmirəm axı. Gəlibim desəm o olacaq. Artıq gəlib deyirəm o olur. Yəni gəlmişəm, onu işlədə bilmirik. İbi işlədə bilmirik. Birinci şəxsin təkində və cəmində. İkinci şəxsin təkində sən gəlibsən, cəmində siz gəlibsiniz. Üçüncü şəxsin təkində o gəlibdir. Deməli, üçüncü şəxsin cəmində onlar gəliblər. Baxın, bayaqki birinci mən gəlib deyəndə artıq onu demək olmurdu. O mənasını verir, mən mənasını vermir. Ona görə də bunlar əlavə olunmur. Yəni, birinci şəxsin tək və cəmində nəqli keçmiş zamanın ıb şəkilçisi işlənmir bir qayda olaraq. Göründüyü kimi ıb
üzəri 4 şəkilçisi nəqli keçmiş zaman üçüncü şəxsin təkində şəxs sonluğu qəbul etməyə də bilər. Baxın, şəxs sonluğu qəbul etməyə də bilər. Məsələn, gəlib, o gəlibdir də demək olar. O gəlib deyəndə də artıq üçüncü şəxsdən söhbət gedir. Yəni bunu biz işlətməyə də bilərik. İşlədə də bilərik, işlətməyə də. O gəlibdir. O gəlib. Baxın, dedik. İndiki zamana baxırıq. Aha. İndiki zaman feilin indiki zaman hərəkətin icrasının hazırda söhbət gedən anda davam etdiyini və ya etmədiyini bildirir. Feillərin kökünə və başlanğıc formasına ır üzəri 4 cür şəkilçi artırmaqla düzəlir. Qaçıram, qaçır. İndiki zamanda mamə inkar şəkilçisini saitini düşürür. Bəli, qaçırmayır yox, qaçırmır. Qaçırmır, qaçırmırsan və s. Keçdik gələcək zamana. Gələcək zaman görək necə. Gələcək zaman hərəkətin gələcəkdə söhbət gedən anda sonra, baxın, andan sonra icra ediləcəyini və ya icra edilə bilməyəcəyini bildirir və iki cür olur. Qəti gələcək zaman, bir də qeyri qəti gələcək zaman. Qəti gələcək zaman hərəkətin gələcəkdə icra ediləcəyini qətiyyətlə, əminliklə bildirir. Acaq, əcək, yacaq, yeyəcək şəkilçisi vasitəsilə düzəlir. Yatacaqsan, duracaqsan, oxuyacaqsan və s. Qeyri qəti gələcək zaman isə ar, ər, yar, yer şəkilçisi ilə düzəlir. Hərəkətin gələcəkdə icra ediləcəyi qəti şəkildə əminliklə deyə bilmirik. Əminliklə bildirilmir. Hərəkətin icra olunub, oluna da bilər, olunmaya da bilər. İcrası oluna da bilər, olunmaya da bilər. Gələr, gəlməz, yatar, yatmaz, oxuyar, oxumaz və s. Qəti gələcək zaman inkarında aşağıdakı xüsusiyyətləri özünü göstərir. Baxaq, indiki zamanda olduğu kimi qeyri qəti gələcəkdə mamə inkar şəkilçisini saitini düşürür. Baxmır, baxmıram, baxmaz, baxmazsan və s. İkinci və üçüncü şəxsin təkində və cəmində ar, ər şəkilçisi r samiti z-ya keçir uşaqlar. R samiti z ilə əvəz olunur. Məsələn, baxar, baxmazsan, baxmazsınız, baxmazlar və s. Baxmazlar və s. Keçdik feilin şəxs və kəmiyyətinə görə dəyişməsinə. Feillərin çox böyük bir qismi şəxs və kəmiyyətə görə dəyişə bilir. Buna biz nə deyəcəyik? Feilin təsriflənən formaları. Baxın, feilin şəxs və kəmiyyətə görə dəyişməsi ona deyəcəyik feilin təsriflənən forması. Bəs müəllim, feilin şəxs və kəmiyyətinə görə dəyişməyən nələrdir? Hansılar daxildir? Bəli, onlara isə təsriflənməyən deyəcəyik. Deməli, təsriflənməyən deyirik. Və onlar hansılardır? Məsdər, feili sifət, feili bağlama. Növbəti dərslərimizdə inşallah ki, izah edərəm onları da. Aha, feilin təsriflənməyən formalarını bildik. İndi feilin necə dəyişməsini indi baxaq. Yəni, necə dəyişməsini. Feilin təsriflənən formasında necə dəyişir, təsriflənməyən formada necə dəyişdiyini izah edirəm. Birinci şəxsin təkində mən alıram. İkinci şəxsin təkində sən alırsan. Üçüncü şəxsin təkində o alır. Birinci şəxsin cəmində biz alırıq. İkinci şəxsin cəmində siz alırsınız. Üçüncü şəxsin təkində cəmində onlar alırlar. İndi keçək, bax, bu şəxsin təsriflənən formasına aid idi birinci hissə. İkinci hissə isə təsriflənməyəndir. İndi baxaq, birinci şəxsin təkində mən alanda, İkinci şəxsin təkində sən alanda, üçüncü şəxsin təkində o alanda, birinci şəxsin cəmində biz alanda, ikinci şəxsin cəmində siz alanda, üçüncü şəxsin cəmində onlar alanda. Hər iki cədvəldə şəxs əvəzliklərinin pozsaq, birinci cədvəldəki sözün hansı şəxsdə olduğunu bilirik. Bax, alıram deyirəm.
Söhbət nədən gedir? Məndən gedir, düzdür? Yəni şəxs olaraq artıq bilirsiniz ki, birinci şəxsin təkindən danışılır, düzdür? Amma alanda, indi baxaq təsriflənməyəndə, alanda məyər bilinir ki, bu kim alanda, o alanda, biz alanda, ona görə də feilin təsriflənməyən odur ki, şəxs və kəmiyyətə görə dəyişmir. Uşaqlar, feilin təsriflənmə, feili sifət, feili bağlama, məstər bununla feilin təsriflənən formaları ilə fərqlənir. Bax, ikinci cədvəldə isə mümkün olmayacaq. Bəli, deməli, birinci cədvəldəki feillər təsriflənən, ikincidə isə təsriflənməyən feillərdir. Feillərin şəxslərə uyğun qəbul etdiyi şəkilçilər isə şəxs şəkilçiləri, şəxs sonluqları adlanmış olur.